Növbəti sualımızı oxuyaq. Elçin Əşrəfov, Elşən bəy salam, aleyküm salam. İslamda siğə varmı? Xeyr, İslamda siğə mütə deyilən bir şey yoxdur. Bu müəyyən təriqətlərdə əxlaqsızlığa şəriət adı altında geyindirilən bir dondur və onun böyük fəsadları vardır. Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Çox təəssüf edirəm ki, gənclərimizin əksəriyyəti nə hədis oxuyurlar, nə Quran oxuyurlar və ya oxuduqlarını başa düşmürlər və oxuduqlarını da araşdırmırlar. Bugünkü inşallah ki, qısa cavabım həm bu şəxs olacaq, həm də ki, bu şəxsin ağlında olan digər toplum olacaq. Ümumiyyətlə, mütə nikahı nədir? Qısa tərifini edək. Mütə nikahı kişi və qadının müəyyən müddət və müəyyən mehr qarşılığında şəri nikahla evlənməsidir. Şərtləri isə müddəti əvvəlcədən deyilməlidir və mehr əvvəlcədən müəyyən olunmalıdır. Kəbin, yəni əqd oxunmalıdır. Yəni bu zina deyil, bu nikahdır. Aydın? Quran-ı Kərimdə açıq dəlil Nisa surəsinin 24-cü ayəsindədir. Hal-hazırda ekranda Nisa surəsinin 24-cü ayəsini görürsünüz. Və orada İstəmtatun sözü var. İstəmtatun. Tə'atunla keçir daha doğrusu. Ayənin tərcüməsi budur ki, onlardan, yəni qadınlardan mütə yolu ilə faydalandığınız zaman onların mehirlərini vacib olaraq verin. Aydın? Elmi qeyd təqdim edim ki, istimta sözü ərəbcədə xüsusi olaraq müvəqqəti nikah üçün işlədilir. Ayədə mehr açıq şəkildə əmr olunur və mehr yalnız nikahda olunur, nəinki zinada oluna. Deməli, bu ayə mütəni halal edir, nəinki haram etsin. Əhl-i sünnə vəl cəmaətin mənbələrində etiraf olaraq Səhih Müslimdə nikah babında biz Peyğəmbərin dövründə mütə edirdik deyə hədis var. İbn Abbas səhabə mütə Allahın kitabında halal idi deyə qeyd olunmuşdu. Qeyd edim ki, İbn Abbas mütənin halal olduğunu ömrünün sonuna qədər bilib, inanıb və bu etiqadda da dünyasını dəyişib. İbn Abbas kimdir? Hansı elm sahibidir? Sualını vermək məncə absurd və gülüncdür. Çünki Abdullah ibn Abbasın alim olmağı, Quran təfsirinin mükəmməl olmağı, Peyğəmbərin yanında olmağı hamıya bəllidir. Və mütəni kim haram etdi sualı veriləndə tarix fakt Əhl-i Sünnə mənbələrində mütə Peyğəmbərin dövründə halal idi, mən onları haram etdim deyə Ömər ibn Xəttab deyib. Bu mənbə Təbəridə də, Səudidə, İbn Həzmdə də öz yerini tapıb. Nəticə olaraq haram edən Peyğəmbər deyil, xəlifədir. Sual: Quranda haram edildiyinə dair dəlil olmadığına görə, haramı Peyğəmbər etmədiyinə görə kimsə Allahın və Peyğəmbərdən üstün olub da Allahın və Peyğəmbərin haram etmədiyinə haram edə bilərmi? Yəni, sünnə alimləri özləri deyiblər ki, Peyğəmbərin mütəni haram etmişdi hədisi ixtilaflıdır, ziddiyyətlidir. Niyə? Çünki bir hədisdə Xeybərdə, bir hədisdə Məkkənin fəthində, bir hədisdə isə Təbuqda olduğunu deyir. Elmi qaydaya əsasən Qur'anla sabit olan hökm ziddiyyətli hədislə ləğv edilə bilməz. Bu elmi üslubda qəbul olunmazdı.
İmam Cəfər Sadiq əleyhissalam Əl-Kafidə buyurur ki, mütə Allahın kitabında halaldır. Peyğəmbər sünnəsidir və o cürnə də icra edilmişdir. Əmirəl-Möminin Ali ibn Əbu Talib əleyhissalam, ruhumuz o kişinin ruhuna qurban olsun. Sünni və Şiə mənbələrində qeyd olunur ki, imam buyurub, əgər Ömər mütəni qadağan etməsəydi, yalnız bədbəxtlər zina edərdi. Yaxşı, zina ilə mütə nikahının fərqləri nədir? Məsələn, mütə nikahında əqd var. Zinada əqd yoxdur. Mütə nikahında mehriyə var. Zinada mehriyə yoxdur. Mütə nikahında iddə var. İddə müddəti, gözləmə müddəti var ki, qadının bətnində olacaq uşağın atası bilinsin. Zinada bu yoxdur. Mütə nikahında şəri hökm var. Zinada bu yoxdur. Mütə nikahı aşkar, zina isə gizlidir. Aydın? Niyə mütə halal edilib? Sualına cavabımız belə olar. Gənclərin zinadan qorunması üçün, müharibə, səfər, çətinlik dövrləri üçün, dul qadınların qorunması üçün və İslamın real həyatla uyğunluğunu təqdim etmək üçün. Çünki Qur'an-ı Kərimdə Allah buyurur ki, Bəqərə surəsinin 185-ci ayəsində Allah sizin üçün çətinlik istəmir. Aydın? Yaxşı, niyə indi qəbul edilmir? Sualına cavabım. Xəlifə qadağası din kimi təqdim edildi. Zamanla xəlifənin sözü Peyğəmbər sözü kimi təqdim edildi və əfsuslar olsun ki, qəbul da olundu. Halbuki Qur'anda və Peyğəmbər sünnətində belə bir şey yoxdur. Peyğəmbərə gələn hədisdə də ziddiyyət var. Əvvəlcədən izah etdim. Qısa xülasə. Qur'anda dəlil var. Peyğəmbər dövründə icra olunub. Əhl-i sünnə kitablarında etiraf var. Haram edən Peyğəmbər deyil, haram edən xəlifə deyil. Aydın? Mənim dərsim daha uzun, daha geniş və daha dəqiq ola bilər. İnşallah ki, gələn dərslərimdə Əbu Bəkirin, birinci xəlifənin qızı, Əsmanın övladı, sahabə olan övladı, mütə nikahı ilə dünyaya gəlməsini, Muaviyyənin mütə nikahını icra etməsini, Abdullah ibn Abbasın ölümünün sonuna qədər, son nəfəsini verənə qədər mütə nikahını qəbul etməsi və digər dəlillər təqdim olunacaq. Zaten də sabitdir. Kim istəsə, inşallah ki, müraciət edər, dəlillərimizi təqdim edərik. Allahın izni ilə videomuzu sonlandıraq və çalışaq ki, mütə zina deyil. Əgər zina olsaydı, Qur'anda mehr əmr edilməzdi. Əgər zina olsaydı, Allah Teala deməzdi. Əgər zina olsaydı, Peyğəmbərin vaxtında halal olmazdı. Çünki Peyğəmbər ümmətinə heç vaxt pis bir əməli icra etdirməz və susmazdı. Sədaqallahu alil azim, ala lənətullahi aləl qavmi zalimin.